Bugünkü mövzumuz gənclərin, tələbələrin müxtəlif könüllülük layihələrində, müxtəlif könüllülük proqramlarında istismar olunub-olunmamağı haqqındadır. Və videonu izləməzdən öncə xahiş edirəm ki, kanalıma abunə olmayanlar abunə olmağı unutmayın və bildiriş hissəsini açmağı unutmayın ki, sizə hər həftənin 2-5-ci günlər saat 20:00-da videolar kanalıma yüklənəndən sonra sizin ana ekranınızda qarşınıza çıxsın. Keçək könüllülük məsələlərinə. Və xüsusilə də son 10 ildə, 10 ildən bir qədər də daha öncə Azərbaycanda müxtəlif könüllülük proqramları yaranmağa başladı və bütün universitetlərdən az qala, bütün gənclər cəmiyyətlərindən bu könüllülük layihələrinə gənclər yığıldı. Və bu bir növ həm də Azərbaycanda aktiv olan gəncləri, bir qədər sosial olan gəncləri və nisbətən də oxuyan gəncləri, yəni bir qədər intellektual və yaxud da ki, düşünən gəncləri bir növ həm də məşğul etmə bir aparatı idi bu. Və tələbələri xüsusilə də siz fikir verin ki, tələbəlik illəri insanın ən qayğısız illəridir. Daha azad olduğu, daha az problemi olduğu illərindən biridir və xüsusilə də könüllülərin tələbələrdən seçilməsi bu işin həm də nə qədər siyasi olmasının göstəricisi idi. Bəli, bugün kimlərəsə görə bu adi gələ bilər. Amma gəlin biz diqqət edək. Gəlin biz diqqət edək ki, bizim ölkəmizdə bu dəqiqə nə qədər könüllülük layihələri var. Asan xidmət könüllüləri var, dost könüllüləri var, immiqrasiya könüllüləri var, gömrük könüllüləri var, bir könüllü təşkilat artıq formalaşıb təşkilat kimi və s. və ilaxır. Mən indi adımı unutduqlarım da var. Təbii ki, mənim burada danışdıqlarım mənim bu məsələyə sadəcə öz yanaşmamdır və bu ittiham kimi deyil. Mən öz düşüncələrimi bölüşürəm. Siz mənimlə razılaşa da bilərsiniz təbii ki, razılaşmaya da bilərsiniz. Həmin bu könüllülük təşkilatları və yaxud da ki, layihələri yaranmazdan öncə nisbətən aktiv olan gənclər daha çox siyasi hərəkatlara, təşkilatlara yönəlirlər. Mən burada siyasi hərəkat və təşkilat deyəndə təbii ki, həm də hökumətin özünün, iqtidarın özünün partiyasını da nəzərdə tuturam. Ola bilər ki, bir gənc siyasətçi olmaq istəyir, yoxsa və yaxud da ki, siyasi aktivdir, amma o Yeni Azərbaycan Partiyasını dəstəkləyir və təbii ki, o gedib Yeni Azərbaycan Partiyasına üzv olub, orada siyasi fəaliyyətə və yaxud da ki, ictimai fəaliyyətə davam edəcəkdir. Amma könüllülük təşkilatları isə həmin o bütün aktiv gəncləri, nisbətən də sosial gəncləri artıq bir növ öz layihələrində məşğul etməyə başladılar və bununla da cəmiyyətdə vətəndaş cəmiyyətinin ölkədəki siyasi partiyaların çöküşünün həm də əsası qoyuldu, həm də bu məsələ ilə əsası qoyulmuş oldu. Çünki bütün dövrlərdə bütün siyasi partiyaların əsas ayaqda qalma səbəbi həmişə gənclər olub. Əgər bir partiyanın gənc üzvləri yoxdursa, əgər bir siyasi hərəkatda gənclər yetərincə təmsil olunmursa, xüsusilə də xanımlar və gənclər, gənc xanımlar xüsusilə təmsil olunmursa, o partiyanın, o təşkilatın, o hərəkatın ümumiyyətlə ayaqda durması növbəti illərdə mümkün deyil və o təbii olaraq da çöküşə doğru gedir. Və bu könüllülük layihələri gənclərə ki 190 manat verib, indi onların bəzilərində var bu 190 manat, təbii ki, digərlərində iş bəlkə o da yoxdur, təbii ki, mən özüm həmin bu tip heç bir könüllü təşkilatlarda olmamışam deyə dəqiq informasiyanı sizlə bölüşə bilmərəm. Mən sadəcə eşitdiklərimi və müxtəlif tanışlar vasitəsilə bildiyim bəzi həqiqətləri danışıram və yaxud da ki, öz düşüncələrimi bölüşürəm. Və məsələn, digər elə könüllü tədbirləri var ki, layihələri var ki, onlar heç bir maliyyə vəsaiti ayırmır, amma ayda bir dəfə və yaxud da ki, müəyyən dövrlərdən bir gəncləri yığıb hansısa bir rayona kampa gedirlər, müxtəlif əyləncə tədbirlərində iştirak elətdirirlər, müxtəlif konsertlərdə pulsuz biletlər paylanılır və s. və ilaxır. Baxın, bununla insanları məşğul edirlər, bununla həmin o gəncləri məşğul edirlər. Mən niyə bugün bu mövzu haqqında danışma qərarını verdim və onu da qeyd edim? Bu yaxınlarda ictimai televiziyada Sabah Saxlamayaq verilişində bu məsələ müzakirə olunmuşdu. Gənclərin asudə vaxtında mən təbii ki, verilişin adını, mövzunun adını tam burada dəqiq deyə bilmərəm, amma siz YouTube kanalında verilişi izləyə bilərsiniz. Orada müəyyən bir müzakirə gedirdi, bir gənc bir xanım və müdafiə edildi ki, Azərbaycanda gənclərin inkişaf etməsi üçün yetərincə imkanlar var. Bu gənclər gedib müxtəlif könüllülük proqramlarına qoşula bilərlər və oradan inkişaf edə bilərlər. Mən razıyam, bəli. Bugün
Çox təəssüf ki, ölkəmizdə gənclərin inkişafı məcburi şəkildə və təkcə elə həmin o könüllülük proqramlarından keçir. Bir gənclər bu gün ölkədə özünü inkişaf etdirmək istəyən gənc hər hansısa bir vətəndaş cəmiyyəti hərəkatında, təşkilatında təmsil oluna bilmir. Çünki bunun riskləri var. Bu gün özünü sübut etmək istəyən bir gənc və yaxud da ki, müəyyən qrup gənclər yığışıb bir təşkilat, bir hərəkat, bir qeyri-hökumət təşkilatı qura bilmirlər. İndi mənə əks arqument kimi deyə bilərsiniz ki, baxın filan kəs gənc insandır və o bir qeyri-hökumət təşkilatı qurub onun sədridir və s. və ilə. Amma biz hamımız bugün ölkədə bu işlərin necə getdiyini çox gözəl bilirik. Və mən Kongo təşkilatlardan danışmıram təbii ki. Mən həqiqi vətəndaşlara xidmət edən, vətəndaş cəmiyyətini Azərbaycan üçün çalışan, Azərbaycan vətəndaş cəmiyyəti üçün çalışan əgər varsa bugün ölkədə qeyri-hökumət təşkilatlarından danışıram. Əgər kimsə o niyyətlə qabağa düşüb yaratmaq istəsə də onu mən qeydə alınmaqla, alınmamaqla bağlı mənim müəyyən şübhələrim var. Və bu şübhələrin də yaranmasına, düşünülməsinə əsaslarım var. Çünki biz illərdir bunu Azərbaycanda görürük. Və o gənclər siyasi partiyalara üzv ola bilmirlər. Çünki riskləri var. Çünki Azərbaycanda siyasi partiyaların fəaliyyətlərini siz demək olar ki, bütövlüklə yasaqlamısınız. 7 siyasi partiyalar haqqında qanuna həm də əsasən, həm də onun nəticəsi olaraq. Və bu gənclər başqa hara qoşulmalıdır ki? Sosial aktiv olmaq istəyən gənclər, ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclər. Təbii ki, gedib qoşulur sizin pul gücünə yaratdığınız bu könüllülük proqramlarına. Və siz də bu sistemi quranlar, bu sistemi idarə edənlər, bütün könüllülük proqramları vahid mərkəzlər mən düşünürəm ki, idarə olunur zaten. Və buna çox ciddi məbləğdə maliyyə ayrılıb. Çox yaxşı bir planlı bir iş gedir bu işin üzərində, bu sistemin üzərində, könüllülük sisteminin üzərində. Həm gənclər orada aşıda vaxtlarıyla başlarını qarışdırırlar, həm burada bir tərəfdən büdcədən pul ayrılır bunların saxlanılmasına, digər tərəfdən də büdcə vəsaitlərinə qənaət olunur. Çünki həmin o gənclər istismar olunur. Bəli, həmin o gənclər istismar olunur. Həmin o gənclər həm də qul təfəkküründə yetişdirilir. Onların bütün sosial şəbəkələri az qala sizin nəzarətiniz altındadır. Və könüllülük proqramlarının hərəsinin WhatsApp qrupları var, WhatsApp və yaxud da ki, digər sosial şəbəkə qrupları. Və ora linklər gedir ki, filan müəllimin postunu bəyənin, paylaşın, rəy yazın və s. və ilaxır. Və baxın, siz qul yetişdirirsiniz. Siz canlı, həqiqi, nəfəs alan troll ordusu yetişdirirsiniz. Və çox təəssüf ki, bəzi gənclər bunu başa düşmür. Bəziləri başa düşüb, yenə də orada fəaliyyətini davam elətdirir. Baxın, mən bir şey dəqiqləşdirir. Mən gənclərin könüllülük proqramlarında, layihələrində iştirakın əleyhinə deyiləm. Amma gənclər, xahiş edirəm, düşünün. Sadəcə düşünün. İştirak edin. Yəni, zaten sizin başqa seçiminiz yoxdur bu ölkədə. Bugün bir tələbənin ictimai həyata qatılması üçün alternativləri yoxdur. Və mən sizə nə təklif edeyim? Gəlin partiyamıza üzv olun və s. Gedin filan partiyaya üzv olun. Xeyr, bunun da riskləri var. Mən başa düşürəm. Tələbələr, gənclər, bunlar hamısı müəyyən, daha çox, hətta müəyyən yox, daha çox enerjiyə sahib olan bir kəsimdir və iqtidar bu enerjini necə uclara bölünməsinin qarşısına alınmasını, necə paylanılmasını, necə neytrallaşdırılmasını və necə də nəzarətdə saxlanılması qaydasını çox gözəl artıq mənimsəyib və bunu tətbiq edir. Və bunu tətbiq edir, o gənclərin enerjisi artıq neytrallaşdırılır. Bir gəncliyin enerjisi neytrallaşdırılır. Məsələ burada fərqlərdə deyil, məsələ böyük bir kəsimdən gedir. Və bunun da təbii ki, zərəri bundan sonraki Azərbaycanda ictimai siyasi proseslərə dəyir, ölkənin gələcəyinə dəyir. Sizin bugün bu gənclik enerjini neytrallaşdırma cəhdləriniz ki, artıq bu reallaşıb bu cəhdlər və bu sonraki 20 ildə, sonraki 15 ildə, hətta sonraki 30 ildə belə Azərbaycanın çox böyük problemlərlə üzləşəcəyinin göstəricisidir. Çünki o insanlar artıq müstəqil düşünmə qabiliyyətini belə itiriblər, analiz və təhlil qabiliyyətini belə itirirlər sizin sayənizdə. Və onlar bu çətin geosiyasi durumda bilmək olmaz sabah ölkədə necə olacaq ölkənin durumu, ölkədə iqtidar kim olacaq. Mən demirəm onlar hamısı sizə mütləq müxalif olmalıdır. Sizi dəstəkləyən də ola bilər onların arasında.
Amma siz sizi dəstəkləyənlərin belə düşünərək sizi dəstəklədiyinə imkan vermirsiniz. Siz onlara seçim belə vermirsiniz. Siz onlara sadəcə fakt qoyursunuz və siz onları robotlaşdırırsınız və siz onlara bir növ həm də beyinlərini istismar edirsiniz. Beyinlərini nəzarət altına alırsınız. Könüllü proqramları yaxşıdır gəncləri. Mən bir daha təkrar edim. Asudə vaxtlar yaxşıdır nə mənada? Yəni başqa bir şey yoxdur da. Başqa bir şey yoxdur və bir gənc ya bu könüllü proqramlarına, layihələrinə qoşulmalıdır, müəyyən ictimai fəaliyyətlə məşğul olmalıdır, müəyyən bir sosial çevrəsi olmalıdır, ya da gedib çayxanada damcısını oynamalıdır və yaxud da ki, evin içində oturmalıdır. Təbii ki, mən burada birinciyə üstünlük verəcəm, könüllü proqramlarına qoşulmağına. Amma bu faktı dəyişmir. Bu faktı dəyişmir ki, bugün ölkədə alternativlər yoxdur və həmin o könüllü proqramları da gəncləri istismar edir. İşçi əvəzi müəyyən onlara işlər gördürür. Bəli, müəyyən dövrlərdə də onlara hər hansısa bir partilər keçirilir və yaxud da konsertlərdən pulsuz biletlər paylanılır və yaxud da ki, hansısa tədbirlər və yaxud da ki, mədəni tədbirlər olsun, müəyyən intellektual oyunlar və yaxud da ki, Formula 1 kimi oyunlar və yaxud da ki, belə bu günlərdə Bakıda oldu, qaçış marafonu kimi və s. və ilaxır. Və o gənclər bura cəlb olunur, müəyyən kiçik də olsa vəsaitlər qarşılığında, amma onların bütün həyatı az qala, onların bütün enerjisi, bütün düşüncələri də həm də nəzarət altına alınmış olur. Və siz diqqət edin, həmin o bəzi könüllü qruplarında mən hamısı deyə bilmərəm, çünki hamısı haqqında tamamilə məlumatım yoxdur. Amma bəziləri haqqında tam dəqiq məlumatım var ki, bəzi könüllü qrupların hətta Facebook profilləri belə nəzarət altındadır və onlara konkret hədəflər göndərilir ki, bu rəyləri yazmalısınız, bu postu bəyənməlisiniz, bunu paylaşmalısınız və yaxud da ki, girib filan kəsə əleyhinə bu cür yazı yazmalısınız və s. və ilax. Və bu gənclərin enerjisindən istifadə edilməkdir. Bu, Azərbaycandakı gənclərin inkişafı üçün hər cür yollar var demək deyil. Azərbaycandakı gənclərin inkişafı üçün heç bir yol yoxdur. PİS-in ən yaxşısı var ki, o da bu könüllü proqramlarıdır. Və ümid edirəm ki, bunu Azərbaycan gəncliyi də, bunu bizim tələbələrimiz də düşünəcək və bəlkə də düşünənlər var, bəlkə də mənim dediyimi heç bu videonu izləmədən öncə belə bilənlər var idi və yaxud da ki, bundan sonra da izləməzlər və yenə də bilərlər. Amma bu bir faktı dəyişmir. Azərbaycanda könüllülük layihələri, könüllülük proqramları bəlli bir siyasi maraqlara xidmət edir. Və bunun adını, bu könüllü proqramını, könüllü layihəsinin adını nə istəyirsiniz qoyun. Hansı dövlət orqanının könüllü proqramı olur olsun, fərqi yoxdur. Bunların hamısı bir mənalı olaraq Yeni Azərbaycan Partiyasının hakimiyyətini, bu sistemi həyata saxlamağa xidmət edir və görünən budur ki, yaxın illərdə də bu fakt dəyişməyəcək.